Assalamu aleykum, hər vaxtın xeyir olsun. Nətərsən, necəsən İsa əfəndi? Bu videonu da sənin üçün çəkəm inşallah. Büyüm sehirli naftalarla inşallah. Ayın 15-i yanvar 2026-cı il. Belə bir yerdir, belə bir sanatoriya. Budur, belə bir sanatoriyadır. Belə bir vəziyyət. İstədim ki, buradan bir yüngülvari bir reportaj çəkək. Burada aptek var, burada mağaza var. Bu tərəf qonşu sanatoriyadır, gözəl naftalandı. Burada hər yer sanatoriyadır. Bu tərəfdə belə cəmaat maşın zat saxlayır. Belə bir sanatoriya, belə bir yer. Burada sanatoriyanın girişidir bu hissə. Burada da maşın saxlayırlar. Bu arxa tərəfdə restoran zad var. Oranı da çəkəcəm inşallah. İdman edən yer zad. Belə bir yerdir. Bu da bizim Zaktala maşınları, Balakən maşınları. Belə bir həyəti var. Orada da yazılıb sehirli naftalan. Burada sanatoriyanın restoranıdır. Yəni burada hər şey verirlər də, kebab, nə bilim, gəlib otursan, istirahət edəcəksən, kim istəyir oynayır. Bu arxa tərəfidir sanatoriyanın. Bu da şeydir. Elə bir ki, korpuslarda bu sanatoriyanın sehirlinin korpuslarıdır. Bunlar yayda işləyir. Yayda cəmaat çox olur, qışda azdır da cəmaat elə bir ki. Burada da idman edən yerlərə gedirik indi inşallah. Burada idman edən yerlərdir. Kim istəsə gəlir burada, nə bilim, idman eləyir. Nə bilim, turniklər var, nə bilim, razı idman aparatları var, belə deyək də. Belə bir şeylər var, nə bilim. Belə bir vəziyyət. Ofşum, sağ olun, salamat olun. Buradan hər kəsə salamlar. Məni tanıyana, tanımayanlara hər kəsə çoxlu salamlar inşallah. Sağ ol, salamat ol. Allah razı olsun. Sağ olun. İsa əfəndi, bu da yayda cəmaat burada oturur, yerlənir. İstirahət güşəsi, belə deyək də. İstirahət güşəsidir bura. Yayda cəmaat burada oturur, istirahət eləyir. Nə bilim, indi biz qışda gəlmişik. Biz şöyle bir hələ çıxmırıq sözün açığında. İndi yayda gələnlər burada oturur, istirahət edir, nə bilim. Oradan çay zakaz edirlər. Burada çay içirlər, çayxanadan çay zakaz edirlər. Belə bir stollarza qoyurlar. Burada girirsən də binaya, elə bir ki, buradan girirsən. Burada girən kimi resepsiyon, nə deyirlər? Qəbul otağı deyək də. Onun adını da deyəmirəm. Resepsiyondur, nə deyək, onu da deyəmirəm. Burada gəlirsən, qapılar özləri avtomatik açılır. Belə bir yer. Orada da lift var. Üstə çıxmaq üçün liftlə belə çıxsan.